Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən 2025-ci il martın 20-si, 21-i, 22-si, 23-i, 24-ü Novruz bayramıdır. 22-si və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin bugün verdiyi qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən 10 mart qeyri-iş günü olmalı idi. Bundan başqa 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı. Beləliklə 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.